hak ve batil arasında olan bir müharibədir. Bu günlərdə bizlərin də hər nə əlimizdən gəlirsə, bu haqq cəbhəsində olmağı özümüzə gərək borc bilək, əlimizdən gələni edək. Ta o həddə qədər ki, inşallah Allahın izni ilə iman cəbhəsi, İslam cəbhəsi, haqq bütün batilə bir dəfəlik olaraq qalib gəlsin inşallah. Bu günlər əziz rəhbərimizin Ayətullah Seyyid Əli Xamneyinin şəhadət günləridir. Bildiyimiz kimi 40 gün matəm günü elan olunub. Niyə rəhbərləri hədəf alırlar? Xüsusən haqq cəbhəsində olan rəhbərləri bugün hədəf alırlar. Təbii ki, bu günün məsələsi deyil. Tarix boyu ta əvvəl gündən, dünya yaranandan haqla batil arasında mübarizə gedir. Biz İslamın əvvəllərinə nəzər yetirsək, diqqət eləsək, Hz. Peyğəmbərimiz ki, mübarizəyə başladı, İslam dininin təbliğatına başladı, Peyğəmbərin özünü ilk növbədə hədəfə aldılar. Nə qədər sui-qəsdlər elədilər, nə qədər tədbirlər tökdülər ki, hədəf Peyğəmbər idi. O dövrdən bu yana gəlsək, baxarıq görərik ki, haqq rəhbərləri həmişə hədəfə alıblar. İlk olaraq onları aradan qaldırmaq istəyiblər, onlara sui-qəsd, terror etmək istəyiblər. Və bugün də belədir. Yaxın tarixə biz baxsaq, müqavimət cəbhələri ki, yaranıb, nə qədər müqavimət cəbhələrinin rəhbərlərini terror ediblər, sui-qəsd ediblər. Baxın, hədəf nədir ki, rəhbəri hədəfə alırlar. Səbəblərdən biri budur ki, rəhbərin ətrafında toplaşanları süstləşdirmək və dağıtmaq istəyirlər. Bu bir mənalı olaraq belədir. Tarixə baxsaq görərik ki, bəzi müqavimət cəbhələri, bəzi o cəmiyyətlər olub ki, rəhbərlərinin aradan getməsi ilə onlar da aradan gediblər, dağılıblar, süstləşiblər, məğlub olublar. Amma həmişə belə olmur. Bəzən rəhbərlərin aradan getməsi ilə daha da möhkəmlənirlər, daha da qüvvə toplayırlar, daha da imanları artır, daha da güclü mübarizə göstərirlər. Baxın, bu son hadisələr rəhbərin şəhadətindən sonra, Seyyid Əli Xamneyinin şəhadətindən sonra, diqqət edin, haqq cəbhəsi zərrə qədər süstləşdi, zərrə qədər dəyişiklik oldu, xeyr. Biraz da insanları meydana gətirdi, biraz da insanları bir-birinə bağladı, biraz da vəhdət yaratdı, möhkəmlik yaratdı. Bu düşmənin ilk məğlubiyyətidir. Bugün meydanlarda, küçələrdə toplaşan, yürüş edən, əllərindən hər nə gəlirsə bu yolda edən insanlara, cəmiyyətə baxın. Bu nəyin bərəkətidir? Bu, rəhbərin şəhadətinin, qanının bərəkətidir. Biz tarixə diqqət eləsək, İmam Hüseyn əleyhissalamın şəhadətindən sonra mübarizə xətti gücləndi, zəifləmədi. Bəli, ola bilər biraz müəyyən məxfi surətdə işlər getdi. Amma tarix yazır ki, yox. Əməvi hakimiyyətinin sütunlarının titrəməsi və dağılmağa başlaması İmam Hüseyn əleyhissalamın, Kərbəla şəhidlərinin qanının axıdılmasından sonra oldu. Bəziləri belə başa düşər ki, belə düşünər ki, yox, bu İran xalqının özünün bir xüsusiyyətidir. Bunların xarakteri belədir. Bunlar küçəyə çıxandılar, yürüyüş edəndilər. Bunlar mübarizə aparandılar. Biz bu məsələni bir xalqa xas edə bilmərik, məxsus edə bilmərik. Bu ümumiyyətlə insanın xüsusiyyətində, xislətində, xarakterində var. Bütün cəmiyyətlərdə ola bilər.
sadəcə həmən cəmiyyətdə bir yaxşı rəhbər olmalıdır. Bu xalq elə belə yetişməyib. Bunlar illərin zəhmətidir. İmam Xümeyni, Allah rəhmət eləsin və ondan sonraki rəhbərimizin, Seyyid Əli Xameneinin və digər rəhbərlərin fəaliyyətinin, işinin bərəkətidir ki, bu xalq bugün belə öz rəhbərlərinin müdafiəsi üçün, öz dinlərinin, imanlarının müdafiəsi üçün belə ayağa qalxırlar. Bu bütün xalqlarda ola bilər. İkinci xüsusiyyət xalqın özünün içində imanın olmasıdır. İnsanlar elə belə küçələrə çıxmırlar. Elə belə müdafiəyə qalxmırlar. İçlərində nəsə bir ümid var. İçlərində nəsə bir hədəf var ki, o hədəfə çatmaq istəyirlər. Düşmən bax bunu hədəfə alıb, o ümidi qırsın. Biz tarixə diqqət eləsək, elə İslam tarixinin özünə diqqət eləsək, süstləşmə çox qoşunları, çox dəstələri, çox cəmiyyətləri neyib? Məğlub eləyib. Bədir döyüşünə baxın, İslamın əvvəlində. Bədir döyüşündə ümidsizlik və süstləşmə yox idi. Baxmayaraq ki, sayları nə qədər az idi, amma onların içində olan o iman, o ümid onları qalib elədi. Həmən dəstə, həmən cəmiyyət bir ildən sonra əksinə biraz da güclənməlidir, amma Uhud döyüşündə məğlub oldular. Niyə? Səbəb nədir? Düşmən cəmiyyətin içinə ümidsizlik saldı. Biraz dünyaya bağlılıq, biraz qələbəyə ümidsizlik və Uhud döyüşündə bilirsiniz də Peyğəmbərin öldürülməsini yaydılar. Peyğəmbər öldü, süstləşdilər. Qaçmağa başladılar. Bir neçə nəfərdən sonra başqa ki, bir qrup var idi ki, onlar sabit qədəm idilər. Həzrəti Əli əleyhissalam və onun ətrafı. Səbəb süstləşməkdir, səbəb ümidsiz olmaqdır. Gələk qabağa Həzrəti Əli əleyhissalamın dövründə Siffin döyüşünə diqqət eləyin. Muaviyyənin çadırının bir addımlığında necə qoşunu, dəstəni süstləşdirdilər, ümidsizləşdirdilər. Döyüş demək olar ki, məğlubiyyətlə bitdi. Muaviyyə ondan sonra güclənməyə başladı. Düşmənin hədəfi bu ümidi aradan aparmaqdır. İnsanların içində o qələbəyə, diqqət eləyin, qələbəyə bağlılığı aradan aparmaqdır. Süstləşmə yəni nə? Quran-ı Kərim bu barədə bizə məlumat verir. Süstləşmə yəni Allaha suizən. Nə olsun azsan, amma Allaha gərək suizənin olmaya, axı Allah səninlədir. Allahla, bir cəmiyyətlə, bir toplumla, bir dəstə ilə əgər Allah varsa, necə düşünə bilər ki, mən zəifəm, mən azam? Allah Quran-ı Kərimdə buyurur ki, İz ca'akum min fawqikum və min əsfələ minkum. Bu Əhzab döyüşünə, Əhzab surəsindədir, Əhzab döyüşünə aiddir. Əhzab döyüşündə Quran deyir ki, hər tərəfdən üstünüzə gəldilər. Bütün qoşunlar toplaşmışdı, sizi mühasirəyə almışdılar. Bu neynədir? Bu xəbəri ki, yaydılar İslam qoşununun içində, müsəlmanların içində. Allah buyurur ki, وَإِذْ زَاغَتِ الْأَبْصَارِ وَبَلَغَتِ الْقُلُوبُ الْحَنَاجِرِ. Gözlər bərəldi, dedi, bu qədər qoşun olar. Düşmənin gör nə qədər qoşunu var. Şaya yaydılar, yəni təbliğat apardılar düşmən qoşununun içində. Təbliğat çox mühümdür. Güc, qüvvə də mühümdür. Silah da mühümdür. Yəni hər bir tədarik müharibədə mühümdür. Amma təbliğatın özünün xüsusi yeri var. Əhzab döyüşündə təbliğatla, baxın, bu həddə gətirib çıxartdılar ki, Allah deyir ki, gözləri bərəldi. Sonra buyurur ki, وَبَلَغَتِ الْقُلُوبُ الْحَنَاجِرِ. Qəlbləri az qala boğazlarından çıxsın bu qoşunu görəndə. وَتَظُنُّونَ بِاللّٰهِ الظُّنُونَ. Siz Allaha zənn etdiniz, suizənn etdiniz Allaha. Baxın, suizən budur, ümidsizləşmə, süstləşmə budur. Suizənnə başlayırsan sən. Deyirsən, yox, mən bacarmaram. Mən edə bilmərəm, mən qalib ola bilmərəm.
Başqa ayədə Allah təala buyurur ki, "Bəl zanantum an lan yanqalibər-rasul vel-mu'minuna ilə əhlihim əbədən." Döyüşdə siz belə zənn etdiniz ki, heç vaxt peyğəmbər və onun ətrafında olanlar, möminlər öz evlərinə qayıtmayacaq. Yəni ölümə gediblər. Baxın, bu xəbəri çox mühümdür, bu xəbəri yayanda insanlar ümidsizləşir. Deyir, bunlar onsuz da ölümə gedirlər də. Siz belə zənn etdiniz ki, peyğəmbər və möminlər hamısı ölümə gedir. Yəni başqa yolu yoxdur, qayıtmaq yolu yoxdur. Və zuyyinə zəlikə fi qulubikum. Allah deyir ki, bu sizin qəlbinizdə şeytanın gözəlləşdirdiyi, yerləşdirdiyi bir suizənd, bir ümidsizlikdir. Və zanantum zannəs-sav, suizən etdiniz və kuntum qavmən bur. Baxın, ayə bizə dəqiqliklə suizənni və ümidsizləşməyi bu cür izah edir. Allah'a suizən etmək, hətta Quran-ı Kərimdə başqa bir ayədə münafiqlik və hətta müşriklik əlamətidir. Allah'a suizən edirsən, sən münafiqsən. Allah Quranda deyir. Sonra deyir, bəlkə də insan müşrik ola bilər suizən etməklə. Və yu'azzibal munafiqina vel munafiqat vel müşrikina vel müşrikat az-zannina billahi zannas-sav. Allah deyir, müşrikləri, münafiqləri cəzalandıracaq. Hansı xüsusiyyətinə görə? Bir xüsusiyyət də budur. Allah'a suizən edənlər. Aleyhim dairətus-sav və qaziballahu aleyhim. Allah suizən edənlərə, Allah'a suizən edənlərə qəzəb edər. Və la'anahum, lənət edər. Və a'addə ləhum cəhənnəm, cəhənnəm hazırlaya onlar üçün. Və saat məsir. Nə pis yoldur bunların yolları. Suizən budur. Ümidsizləşmək budur. Baxın, bu misalları çəkdim. Bunu əziz rəhbərimizə, şəhid rəhbərimizə aid etmək istəyirəm ki, Seyyid Əli Xameneyi də heç vaxt ömrünün əvvəlindən, yəni mübarizə başlayandan ta şəhadətinə qədər bu zənn olmayıb, bu fikir olmayıb. Bugün şəhadətindən sonra, yəni bu günlərdə, baxın, onun barəsində olan söhbətlər, özünün söhbətləri, çıxışları, barəsində çəkilən o qısa filmlər ki var, orada onun söhbətləri var. Heç birində həqiqətən də mən bugünə qədər onun dilindən bir dənə ümidsizlik sözü eşitmədim. İnsan nə qədər Allaha ümidi olar həqiqətən. Qələbə ilə bağlı həmişə müjdə verdi. Həmişə qələbə ilə bağlı müjdə verdi. Ta ölən gününə qədər, şəhadət məqamına yetişən gününə qədər heç vaxt Allaha suizən etmədi və süstləşmədi, naümid olmadı. Əksinə hamıya ümid verdi. Nəinki İran xalqına ya, nəinki öz ətrafında olan vəzifəlilərə, o döyüşdə iştirak edənlərə, qoşun rəhbərlərinə, xeyr. Hətta İran sərhədlərindən kənarda olan insanlara belə ümid verdi. Bizlər əziz rəhbərimizin söhbətlərindən ümid almışıq. Qüvvə almışıq, güc almışıq. Bir videosuna baxdım, 8 illik müharibədə çəkilən bir söhbəti idi, danışığı idi, onu çəkmişdilər. Orada çıxış edir əskərlərin, bilirsiniz də 8 illik müharibədə rəhbər bütün cəbhələri gəzirdi. Sanki bir koordinator idi. İmam Xümeyni göndərirdi onu, bütün cəbhələri gəzirdi. Şimal cəbhəsi, cənub cəbhəsi, mən nə bilim, harada bir cəbhə var idisə, ağa onu göndərdi. İmam Xümeyni onu göndərdi ki, get orada nəsə bir iş gör, insanlara ümid ver. Bir söhbətlərinin birində deyir ki, müharibə başlayandan, and içir, vallahi deyir, müharibə başlayandan ta bugünə qədər mən bir an belə ümidsiz olmadım. Ümidim deyir qələbəyədir. Belə insan həqiqətən də o xalq layiqdir ki, belə rəhbəri olsun. Və o rəhbərin belə xalqı olar ki, bugün görürsünüz, küçələrdən, yollardan, meydanlardan çəkilmirlər. Öz əziz rəhbərlərinin qanını, intiqamını tələb edirlər. Bu, Allahın nemət verdiyi bir şəxs idi həqiqətən. Bəzən belə deyəndə deyirlər ki, yox, Qur'andan belə çıxarışlar niyə edirsiniz?
Başqa nə çıxar? Quran ayəsinin yer üzündə bariz nümunələri olmalıdır, yoxsa yox? Quran elə o dövr üçün deyildi ki, mən bu ayəni, bu ayələri oxuyacağam, amma bilin ki, baxın, mənim etiqadım budur ki, ağa bu ayələrin yer üzündə bariz nümunələrindən biri idi. Allahın nemət verdiyi şəxs. Allah Quran-ı Kərimdə buyurur ki, bunu biləsiniz ki, qələbəyə ümid nemətdir ya. Bir insanın ki, qələbəyə ümidi var, yəni məğlubiyyət istəmir, məğlubiyyət fikri yoxdur, məğlubiyyət ümidi yoxdur, ümidsiz olmur. Bu, Allahın ona verdiyi bir nemətdir. Allah bunu Quranda nemət kimi qeyd edir. Baxın, Quranda Allah Teala buyurur ki, Musa Peyğəmbərin dövründə qalu ya Musa innə fīhə qavmən cəbbarin. Bu hadisəni bilirsiniz. Bir dəstə gəldilər. Musa Peyğəmbər dedi ki, gedin sizin torpaqlarınız, müqəddəs torpaqlar işğal altındadır. Gedin onları azad edin. Nə dedilər Musa Peyğəmbərə? Dedilər ki, orada düşmənlər var, zalimlar var, güclülər var. Biz gedə bilmərik. Və inna lən nədxulaha hətta yaxrucu minha. Ta ki onlar oradan çıxmasalar, biz ora girmərik, gedə bilmərik. Ümidsizdilər də, bu ümidsizlikdir. Bu süsləşməkdir ki, onlar güclüdürlər, biz gedə bilmərik. Fəin yaxrucu minha fəinna daxilun. Qoy onlar çıxsınlar, getsinlər, ondan sonra biz ora daxil olarıq. Ayənin davamına baxın. Qalə rəculani minəllezine yaxafun. O, həmən o dəstənin içində 2 nəfər var idi. Allah onu qeyd edir. Rəculan, 2 kişi. Kişilik xüsusiyyətinə də toxunaram. 2 kişi var idi ki, bunlar qorxan kişilər idi. Yəni, qorxan burada dəstədən, düşməndən qorxan yox, Allahdan qorxan. Çünki Allah sonra deyir ki, ən'əməllahu aleyhimə. Allah da onlara təqva neməti, Allahdan qorxmaq neməti vermişdi, amma düşməndən qorxmaq neməti verməmişdi. Düşməndən qorxmaqlıq verməmişdi onlara. Şücaət neməti vermişdi onlara. Bunlar 2 nəfər gəlirlər, deyirlər ki, ay kişilər, ay insanlar, deyir ki, udxulu aleyhimil bab, siz gedin daxil olun, ümidsiz olmayın, gedin daxil olun. Fəidə dəxəltumuhu fəinnəkum qalibun. Əgər getsəniz, hücum etsəniz, girsəniz, müqavimət görsətsəniz, fəinnəkum qalibun. Qalib siz olarsınız. Bu 2 kişini Allah Teala Quran-ı Kərimdə necə qeyd edir? Allahın nemət verdiyi şəxsləri kimi. İnsanda əgər qələbəyə ümid varsa, bu Allahın nemətidir. Və aləllahi fətəvəkkəlu. Allaha təvəkkül edin, in kuntum mu'minin. Əgər möminsinizsə, Allaha təvəkkül edin, Allah sizə qalibiyyət verir. Allah bu 2 kişini, hansı ki onlara ümid neməti verib, qalibiyyətə ümid neməti verib, Allah Teala bu 2 kişini Bəni İsraildən ayırır. Rəhbər belə şəxs idi, yoxsa yox? Bu ayənin bariz nümunəsi bugün rəhbər idi, yoxsa yox? Həqiqətən də belə idi. Amma bir qrup insanlar süstlük və ümidsizlik yaymaqla məşğuldular. Quran bunlara da toxunur. Bunlar barəsində də Allah Teala Quranda söz deyir. Allah buyurur ki, bunlar şeytan ordusudular. Bunu biləsiniz. Baxın, hər kəs ki ümidsizlik yayır, məğlubiyyətə insanları sövq edir, insanların içində biz məğlubuq, biz güclü deyilik, biz onlara qalib gələ bilmərik. Bu şeytan ordusudur, biləsiniz. O danışan insan ki ümidsizlik yayır, təbliğ edir, şeytan dili ilə danışır. Həqiqətən də belədir. Baxın, Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Əllezîne istecâbu lillahi ve'r-rasûli min ba'di ma câ'ahumul qarh." Bir dəstə, hətta onlara zərbə dəysə də, yaralansalar da, mallarından, canlarından bu yolda versələr də, yenə də Peyğəmbər və Allah çağıranda bəli deyirlər, baş üstə deyirlər. Bir dəstə belədir. Yəni, diqqət edin. Rəhbər nə qədər bu müqavimət yolunda itkilər vermişdi. Da öz canının yarısı getmişdi. Öz canının yarısı getmişdi. İlahi bir təqdir idi ki, Allah Teala onu müəyyən vaxta qədər saxlasın. Amma bu ki, Quran deyir, qarh
yani yara değmişti ona, bir şey itirmişti özündən. Yenə neynədi? Quran deyir ki, İstəcabu lillahi və rasul. Yenə də Allah çağıranda bəli deyirdi, Peyğəmbər çağıranda baş üstə deyirdi. Bir dəstə insan belədir. Lillezine əhsanu, çünki bunlar yaxşı əməl sahibidirlər. Lillezine əhsanu minhum vettaqav ecrun azim. Təqva və yaxşı əməl sahibidirlər bunlar. Nə vaxt Peyğəmbər Allah çağırsa, bunlar nə edirlər? Bəli və baş üstə deyərlər. Amma bir dəstə kənardan nə edir? Ellezine qala lehumun nasu innen nasa qad cema'u lekum. Bir dəstə kənardan deyir ki, ay kişi, bilirsiniz nə qədər düşmənin silahı, sursatı var. Bilirsiniz nə qədər qoşunu var. Bilirsiniz nə qədər texnologiyası var. Hər kəsi harda yaşayırsa təyin edə bilir, vura bilir, öldürə bilir, terror edə bilir. Zəifsiz. Çəkilin qırağa. Bu ayəni oxuyuram, öz dilimlə izah eləyirəm ki, yaxşı başa düşək. Yəni sonra indi ayənin tam hərfi tərcüməsini mən demirəm də. Mənası budur. Bir dəstə deyir ki, çoxdular. Silahları çoxdur, gücləri, qüvvələri çoxdur. Arxalarında NATO var, Avropa ölkələri var, Fransa var və s. və ilaxır. Hamısı bunların arxasındadır. Siz nə edirsiniz? Çəkilin qırağa. Təslim olun. Baxın, bunlar şeytandır. Bunlar şeytanın dili ilə danışanlardır. Bunlar ümidsizlik yayandılar. Allah var. Allah Quran-ı Kərimdə Allah buyurur ki, şəhid rəhbərimiz bunu dəfələrlə qeyd edib öz söhbətlərində. Elə bu son müharibə vaxtlarında, ixtişaş vaxtlarında, ondan qabaq 12 günlük müharibə vaxtlarında və ondan qabaq nə qədər qeyd edib bilmirəm, mən bir neçə yerdə görmüşəm. İnnə mə'yə Rabbi. Rəhbər deyir ki, mənimlə, Allah mənimlədir. Musa Peyğəmbərin sözüdür də. Və bunu da izah edir rəhbər, o ayəni izah edir. Deyir ki, vəziyyət necə idi? Qoşun, Fironun qoşunu arxadan gəlib çatmışdı artıq, qabaqda da dəniz. İnna lə mudrakun. Bəni İsrailin sözü nə oldu? İnna lə mudrakun. Bizə artıq çatdılar. Ölüm artıq bizi haqlayıb, düşmən bizə çatıb. Bəzi təfsirçilər və yaxud rəvayətlərdə deyirlər ki, indi ola bilsin üçün, yəni zehnə yaxınlaşdırmaq üçün olsun bu söz. Bəlkə də həqiqəti elə deyil, amma zehnə yaxınlaşdırmaq üçün deyirlər ki, Fironun qoşununun ilk adamı Musa Peyğəmbərin qoşununun o son qılıncı son adamının üstündəydi artıq. O qədər yaxın idilər bir-birinə. Həmən vəziyyətdə nə oldu? Dəniz yarıldı. Bunlar keçdilər, onlar qərq oldular. İnnə mə'yə Rabbi. Musa Peyğəmbər bunu dedi. Rəhbərimiz dəfələrlə bunu öz söhbətlərində qeyd edib ki, İnnə mə'yə Rabbi. Əllezine qale lehumun nasu innən nasa qad cema'u lekum fəxşəvhum. Qorxun bunlardan. Fəzadəhum. Bu söz nə edəcək? Bu söz deyir, qəlbində Allaha, qələbəyə ümidi olanın içində deyir, iman artıracaq. İman artıracaq. Fəzadəhum imanən və qalu hasbunallahu və ni'məl vəkil. Allah bizim arxamızdadır. Allah bizə kifayət edər və Allah ən gözəl nemət verəndir. فَانْقَلَبُوا بِنِعْمَةٍ مِنَ اللّٰهِ وَفَضْلٍ. Allah Teala həqiqətən öz fəzilətini, öz neymətini onlara verdi. لَمْ يَمْسَسْهُمْ سُوءٌ وَاتَّبَعُوا رِضْوَانَ اللّٰهِ وَاللّٰهُ ذُو الْفَضْلِ الْعَظِيمِ. Allah buyurur ki, اِنَّمَا ذَٰلِكُمُ الشَّيْطَانِ. Baxın, ayənin axırında ki, əvvəldə sizə dedim, bu şeytandır. Bunlar şeytan dəstəsidir, şeytan ordusudur. Allah deyir ki, اِنَّمَا ذَٰلِكُمُ الشَّيْطَانِ يُخَوِّفُ أَوْلِيَاءَهُ. Bu şeytan dəstəsidir, amma şeytan dəstəsi öz dostlarından başqa heç kimi qorxuda bilməz. Hər kəs şeytana tabi olarsa, o bu yolda ayağı büdrüyər, qorxar. Yuxavvifu əvliyəəhu fələ təxafuhum. Sonra Allah deyir ki, qorxmayın onlardan və xafuni, məndən qorxun, in kuntum mu'minin. Əgər möminsinizsə məndən qorxun. Baxın, iki ayə qeyd elədim. Bundan qabaqki ayədə də Allah Teala axırında buyurdu ki, in kuntum mu'minin fətəvəkkəlu in kuntum mu'minin. Allaha təvəkkül edin. Əgər möminsinizsə, burada da deyir ki, məndən qorxun əgər möminsinizsə. Möminçilik, qardaşlar, şərtdir.
Möminçilik böyük bir nemətdir. İnsanın Allaha imanı olması çox mühümdür. Allaha imanı olmaq, yəni məğlubiyyət deyilən bir şey yoxdur. Allaha imanı olmaq, yəni qələbə. Baxın, mömin yəni qorxmayan, mömin yəni süstləşməyən, mömin yəni naümid olmayan, Allaha suizən etməyən. Müminin bir mənası da budur. Bəli, səccadədə də mömin olmaq lazımdır. Təsbih götürəndə də mömin olmaq lazımdır. Oruç tutanda da mömin olmaq lazımdır. Amma möminçiliyi səccadədə saxlamaq lazım deyil. Möminçiliyi səcdədə saxlamaq lazım deyil. Meydanda da mömin olmaq lazımdır. Budur, müminin ikinci bir mərhələsi budur. Bəli, əziz rəhbərimiz mömin idi. İbadət əhli idi. Arif idi. Daha nə qədər o mənəvi məqamlar desək, öz həddində də, insan həddində, məsum həddində yox. Ağa rəhbərimizə layiqdir, amma meydanda da mömin idi. Meydanda da süstləşmirdi. Qələbəyə ümidi var idi. Mömin, yəni ona düşmən çoxdur, güclüdür deyəndə, deyər ki, Allah mənimlədir, innə mə'iyyə Rabbi. Mömin yəni bu. Müminin bir mənası da budur. Möminçiliyin bu tərəflərini, qardaşlar, demirlər, təbliğ etmirlər, insanlara çatdırmırlar. Elə bilirlər ki, elə mömin odur ki, səccadədə gəlib otursun. Onun da yeri var. O da lazımdır. Amma bu da lazımdır. Çünki bu olmasa, möminçiliyin bu tərəfi olmasa, sənin nə səccadən qalacaq, nə möhürün qalacaq, nə təsbihin qalacaq. Hamısı əlindən gedəcək. Meydan olmasa, məscid qalmaz ki. Meydanda qalib olmasa, məscidivi də sökərlər, Hüseyniyevi də dağıdarlar. Təsbihivi də, möhürüvi də əlindən alacaqlar, necə ki, eləyiblər. İndiyə qədər də edirlər. Budur möminçilik. Rəhbər belə şəxs idi. Bugün niyə ölkənin bu başından o başına qədər Hüseyniyələr, məscidlər, mokəblər, namaz yerləri hamısı açıqdır? Niyə xəstəxanalarda, məktəblərdə, idarələrdə hamısında namaz yerləri, möhür var, təsbih var? Niyə? Səbəbi nədir? Çünki mömin meydanda qalib olub. Mömin meydanda qalib olmasa, evində nə təsbih qalır, nə möhür qalır. Nə də altında səccadəsi qalacaq. Rəhbər belə bir şəxs idi. Belə bir kişi idi, belə bir mömin idi. Qardaşlar, möminlik və kişilik Qurani Kərim bu iki şeyi ayırmır. Bunlar o elmi dildə desək, tələbə dilində desək, lazım, məlzumdur. Biri var, digəri yoxdur, belə şey yoxdur. Allah Qurani Kərimdə bunların ikisini eyni qərar verir. Biz deyək ki, yox, bu kişilikdəndir, möminçilikdən deyil, yox. Mömin həm kişidir, kişi də həm mömindir. Bunun başqa bir yolu yoxdur. Allah Qurani Kərimdə buyurur ki, minəl mu'mininə ricalun, ricalun, rical yəni kişi. Burada qadın-kişi cins söhbəti getmir. Qadın var ki, cinsi qadındır, amma kişi 1000 kişidən üstündür. Xanım Zeynəb salamü aleyha. Kişilərin susan yerində, danışa bilmədiyi yerdə, qorxduğu yerdə xanım Zeynəb danışdı. Bəlkə elə deyildi. Bu kişilik xüsusiyyətidir, yoxsa yox. Xanım Zəhra salamü aleyha, Həzrəti Əli əleyhissalamın haqqını müdafiə etməyə qorxudan heç kimin cürəti çatmayanda xanım Zəhra neynədir? Xanım Zəhra meydana çıxdı. Bu kişilik xüsusiyyətidir, yoxsa yox. Qurani Kərim bu ayələri qeyd edəndə cins söhbəti eləmir. Xüsusiyyət var burada, xarakter. Kişilik xüsusiyyəti, yəni möminçilik xüsusiyyəti. Allah buyurur ki, minəl mu'mininə ricalun, möminlərin içində bəzi kişilər var. Sadaqu ma ahadullah aleyh. Allahla əhd bağlayıblar ta əvvəl gündən və o əhdlərinə sadiq çıxırlar ta axıra qədər. Sadaqu ma ahadullah aleyhi fəminhum mən qada nəhbəh. Getdilər, şəhadət məqamına çatdılar, o əhdlərinə sadiq çıxıb şəhadət məqamına çatdılar və minhum mən yantazir. Bir qismi də gözləyir. Və mə bəddəlu təbdilə. Gözləyirlər, gözləyəcəklər və ta axıra qədər də gözləyəcəklər. Allah Teala bizləri o gözləyənlərdən qərar versin inşallah. Başqa ayədədir ki, ricalun la tulhihim ticaretun və la bey'un an zikrillah. Burada deyir ki, bir dəstə kişilər də var ki, mömin kişilər, bunların nə ticarət, nə dünya malı, nə var dövlət
heç vaxt Allahın zikrindən nə etməz? Qafil etməz. Və iqamis salat və itaiz zəkat. Baxın, rəhbər Seyyid Əli Xamneyi bu ölkənin, bu inqilabın, o boyda cəmiyyətin, 90 milyonluq cəmiyyətin rəhbəri idi. Düzdür? Ölkənin birinci şəxsi idi. Nəyi var idi? Hansı bankda, hansı ölkədə villası, bankı, malı, mülkü var idi? Əgər varsa çıxartsınlar. Siz elə bilirsiniz ki, olsaydı düşməni də çıxartmazdı. Çıxartmışdı, bu dəqiqə ard-arda düzmüşdü. Nə var dövlət, nə bank hesabları, nə ticarət, heç bir şey bu insanı öz yolundan qafil etmədi. Olsaydı düşmən çoxdan çıxartmışdı. Bugün tərəf müəyyən etmə günüdür, qardaşlar. Baxın, bugün tərəf müəyyən etmə günüdür. Təvəlla və təbərra günüdür. İnsan gərək, burada tərəfsizlik yoxdur. Yəni, mən bir tərəfəm, mən nə bu tərəfdən, nə o tərəfdən, belə şey yoxdur ümumiyyətlə. Sən ya bu tərəfdəsən, ya o tərəf, ya haqq tərəfdəsən, ya batil tərəfdəsən. Da bugün meydandır, bugün haqq tərəf müəyyən etmə günüdür. Hansı tərəfdə olmalısan? Qarşı tərəf, düşmən tərəf kimlərdir? Uşaq qatili, uşaq əti yeyən, adam əti yeyənlərdir. Bu da açıq, aşkardır. Bugün əgər bir insan, ağlı başında olan bir insan öz tərəfini müəyyənləşdirə bilmirsə, daha çox müəyyənləşdirəcək. Uşaq əti yeyənlər tərəfidir bu, qarşı tərəf. Bu tərəfdə haqq tərəfdir. Ziyarət-i Aşura oxuyursunuz. Baxın, Allah Teala o Ziyarət-i Aşurada bir cümlə qeyd olunur. Vabna akilətil əkbad. Bugün qarşı tərəf həmən o ciyər yeyənlər tərəfidir. Baxın, Allahümmə innə hədə yevmun təbərrəkət bihi bəni Uməyyəh vabna akilətil əkbad. Bu günlər hansı dəstənin sevinən, təbərrük edən, hədiyyə paylayan günləridir, sevinən günləridir? Akilətil əkbad. Uhudda Həmzənin bədənini parçalayıb, ciyərini çeynəyən insanlar tərəfidir. Onların övladları tərəfidir. Bu belədir ya, həqiqətən də belədir. O vaxt da belə idi. Düşmən da o qəzəbindən, qeyzindən öldürməklə kifayətlənmir, nə inirdi? Hətta ciyərini çıxarıb belə parçalayırdı. Əbu Sufyanın arvadı həmən o məlun qadın. Baxın, bugün də belədir. Bugün onların, yəni ABŞ və İsrailin tərəfi, yəni ABŞ və İsrail və onlara dəstək verənlərin tərəfi, biləsiz ki, Uhudda Həmzənin ciyərini çeynəyənlərin tərəfidir. Başqa yolu yoxdur. İndi bir insan bugün fikirləşsin ki, yox, mən hansı tərəfdəyim, hələ bir baxın müəyyən eləyim. Hələ bir görüm hələ hansı tərəf düzdür, hansı tərəf səhvdir. Burada da düşünməyə ehtiyac yoxdur. Bu tarixin əhzab döyüşüdür həqiqətən. Həzrəti Peyğəmbərimiz Əhzab döyüşündə Əli əleyhissalam barədə bir hədis buyurdu. Əhzab döyüşü bilirsiniz də, o həm də tarixdə Xəndək döyüşü gedir. Orada Həzrəti Əli əleyhissalam o hədis ki vardı, Peyğəmbər dedi, bugün bütün iman, bütün küfrlə üz-üzə durub, yəni Əli əleyhissalam Əmr ibn Əbdüvədi məğlub eləyəndən sonra Peyğəmbər salavatullah buyurdu ki, Əli Əmr ibn Əbdüvədi öldürməklə bütün küfr evlərinə zillət saldı. Bir şəxs bir şəxsi öldürüb, təsəvvür eləyin. Həzrəti Peyğəmbər buyurdu ki, bütün küfr evlərinə zillət saldı bu hadisə. Sonra dedi ki, eyni zamanda bütün iman evlərinə izzət gətirdi. Qələbə gətirdi. Hədisə baxın, diqqət eləyin. Bir işin, bir zərbənin dəyərinə baxın. Ona görə həmən zərbəni Peyğəmbər deyir ki, bütün ins və cinsin ibadətindən üstündür. Bugün də inşallah ki, Seyyid Əli Xamneyinin qoyduğu yol və onun davamçısı Seyyid Müctəba Xamneyinin davam etdirdiyi yol və onların o qurduğu ordu inşallah ki, İsraili məğlub edəcək, Amerikanı məğlub edəcək və onların məğlub olmağıyla bütün küfr evlərinə zillət girəcək. Və onların məğlub olmağı ilə bütün iman evlərinə izzət girəcək. Bugün
beyət günüdür. Bugün, baxın, bir hadisəni yadınıza salım. İmam Hüseyin əleyhissalam özündən qabaq Küfəyə Müslim ibn Əqili göndərdi. Müslim ibn Əqillə edilən beyət İmam Hüseyin əleyhissalamla edilən beyət idi. Düzdür? Kimsə deyə bilməzdi ki, o vaxtı, yox, mən Küfədə Müslimə beyət etmirəm, gedirəm İmam Hüseyin əleyhissalamı görüb ona beyət edəcəm. Əgər belə olsaydı, İmam Hüseyin əleyhissalam deyərdi ki, sən bura niyə gəlmirsən? Mən öz səfirimi göndərmişəm də, naibimi göndərmişəm. Sən ona beyət elə, kifayət edər. Bugün kimsə deyə ki, mən gözlüyüm, İmam Zaman gəlsin, ona beyət edin. Sən İmam Zaman gələndə ona beyət edəcəksən, etməyəcəksən, hələ bilmək olmaz. Müslümlə beyət edənlər Küfədə İmam Hüseyin əleyhissalamla beyət etdilər. Və beyət edib sonradan beyətini sındıranlar və beyət etməyənlər nə edilər? Kərbalada İmam Hüseyin əleyhissalamla müharibə elədilər.